Yoldaşımın gözünün içine baxanda mən utanıram, heç kişi kimi utanıram. Özümə qəsd eləmək istəyirəm. O qardaş bir hazır maaş alıb yeyirlər. Yox, bir dənə bizə lazımdır ki, bir dənə bu evin suyunu çəkmək. Evin suyunu çəkmək. Gələrdi, burada yanımda işçinin biri. Ən azından əyilib bir dənə şilanda vardı, bilərdim onlar da bacarmadı. Fəlakətdir, Allahın verdiyi bəla. Amma o da gəlmədi axı. Sizi qeydiyyata aldıq. Tədbir görüləcək. 16 dəfə zəng vurmuşam, 16 dəfə gecə saat 3-də, 2-də. Nə qarmaq olar? Yəni bilsən bugünkü gün nədir vəziyyət? Qınamı o milləti, ölkədən çıxanları qınamı. Qınamı o qardaş. Bir qazi kimi deyirəm, ölkədən çıxmaq istəyən insanları bizim vətəndaş qeyrətli olanıq, biz namuslu olanıq. Valla 92-ci ildə zorlanan qadınlarımız var ha, öz anamız, bacımız bilir. Gedib bugünkü gün onların qisasını almaq bizə Allah qismət edir. Amma piçim asıl, birinci gün biz o vəziyyətdir ki, acizük, düşmüşük pis vəziyyətə, baxın. Heç nə istəmirik ki, bizim cənab prezidentimiz yəqin ki, bu video kimsə, əgər sözün işini deyilən o jurnalistlər var, redaktörlər varsa, çox xahiş edirəm, bunu kəsib atsın. Bizim cənab prezident bunu görsün, baş nazirimiz görsün bunu. Ən azı heç nə istəmirəm, bizə döyüş əmri verən müdafiə nazirimiz var, o görsün. Onun qarşısı bu gündədir. Dövlətdən heç nə istəmirəm. Canım qurban dövlətimə, millətimə heç nə istəmirəm. O ki, yığıramı fövqalda halların işçisinə, mənə deyir, qeydiyyata aldım. Narahat olma, bir tədbir görüləcək, qazimizsən. Və gedib özümə acizlik bir söz nədir? Bunu heç kimi Allah yaşatmasın. Yoldaş təzailə qurmuşam. Nitqim yox idi, danışa bilmirdim mən. Qazilik statusu verildi mənə. O mənə lazımdır, götürülsün üstümdən. Yoldaşımın gözünün içine baxanda mən utanıram, heç kişi kimi utanıram. Özümə qəsd eləmək istəyirəm, o qazilərimizi indi başa düşürəm. Bir söz niyə? Pul lazım deyir mənə. En azından köməkli eləyərlər. Nə? Bu mənim bu qardaş yığdım, makler deyir ki 150 manatdan aşağı mən sənə verə bilmərəm. Getdim gətirdim. Suyu hara vuracağımı bilmədim gecə ilə. Mən neyiniyim? O mənim gözəl millətim.